Ünsiyyət zamanı əgər sözlər bir-birinə dolaşırsa və siz öz fikrinizi rahat və aydın şəkildə qarşı tərəfə çatdıra bilmirsinizsə, məni diqqətlə izləyin. İndi mən sizə elə bir texnika təqdim edəcəm ki, ondan yerindəcə istifadə edərsinizsə, nitqinizdə xeyli rahatlıq əldə etmiş olacaqsınız. Mənimlə birlikdə təkrarlayın. Bu sadəcə bir yanıltmacdır, lakin deyilişində mütləq şəkildə bütün artikulyasiya qaydalarına riayət edəcəksiniz. Yəni, i hərfini tələffüz edərkən sadəcə i deyil, i deyəcəksiniz. Dodaq ətrafı olan bütün əzəllər aktivləşməlidir. Hazırsınız? Başlayaq. Mollanı əmmamələməlimi, əmmamələməməlimi? Mollanı əmmamələməlimi, əmmamələməməlimi? Bir neçə dəfə təkrarladıqdan sonra danışıq aparatınızın xeyli aktivləşəcəyini hiss edəcəksiniz. Əgər maraqlıdırsa, yazın plus, sizinlə əlaqə saxlayaq və bizim onlayn kursumuza dəvət edək.